sayını tapın. Qəşəng. Bu tipli suallarda nə edirsən? Güvən kitabında vardı buna dair suallar. 29 vurulmuş, 29 sadə ədəd elə deyil. 10 üstü n şəklində yazsam. 10 üstü n'in n sayda 0 var, elə deyil. Bəli. Yəni bunu belə düşün. Məsələn yazmışam bax, belə yazmışam müəllimə. Mən bunu 45 vurulmuş 10'un kvadratı kimi yaza bilərəmmi? O eyni ideyaya gəlir də, belə bir şeydir. Bunun natural bölən sayısı bir dənə ədəd var idi. A bərabərdir A üstündə m, B üstündə m, C üstü k yazırdıq. Natural bölən sayısını tap deyəndə n'in üstünə 1, asal vuruqlarını ayırandan sonra çarpanlarına k plus 1 belə yazırdıq, elə deyil. Hə, indi 29 sadə ədəddir də, üstündə 1 var. Onu da sadə vuruqlarına ayırsam necə yazırdıq? 10 neçə vur neçədir? 2 üstün, oy. Onu vuruqları 2 üstün 5 üstün kimi yaza bilərəmmi? Bəli. Natural bölən sayısını tapanda demək 1 üstə gəl 1, n üstə gəl 1, n üstə gəl 1. O da bərabər olmalıdır nəyə deyib? 98'e. Burada 2 vurulmuş n plus 1'in kvadratı bərabərdir 98 olacaq. Buradan alırsan ki n plus 1'in kvadratı bərabərdir 49'a. Demək n plus 1 7'ye bərabər imiş. Elə deyil, n də bərabərdir 6'ya. Demək ədədin sonunda 6 dənə 0 var imiş. Bu şəkildə çözülür.